Hürriyet TV'nin tamaşaçılarını salamlayıram. Xural TV'nin tamaşaçılarını salamlayıram. Ümumiyyətlə Azərbaycan tamaşaçılarının hamısını salamlayıram və çox məmnunam Hürriyetin efirində olduğuma görə. Məmnunluq sadəcə o deyil ki, Hürriyetin efirindəyəm. Bir tərəfdən o bir söz var, deyir, bir tərəfdən gözümüz gülür, bir gözümüz gülür, bir gözümüz ağlayır. İndi bizim bir gözümüz ağlar vəziyyətdədir. Vüqar Tofiqoğlu deyil, saat 4'də efirdə. Mən sağ olsun, dostlarla danışanda da israr elədim, xahiş elədim ki, saat 4'də olsun. Çünki saat 4'ü Vüqar Tofiqoğlu'nun saati kimi qəbul edirəm. Bir neçə dəfə Xuralda da mən Vüqar Tofiqoğlu haqqında danışanda saat 4'də danışmışam. Vüqar Tofiqoğlu'nun efirə çıxdığı saatdır. İndi bir gözümüz ağlayır, oradan xanasındadır. O mənada gülür ki, mən Hürriyetin efirində bu haqda danışıram. Təbii ki, ölkəmizdə kədərli bir vəziyyət var. Bu kədərli vəziyyətin olmasını əsla istəmərik, heç birimiz istəmərik. Ələl xüsusda media, ictimaiyyəti bunu istəməz. Söz üstündə, sözə görə, danışığa görə, hansısa fikri bildirməyinə görə, sərt olduğuna görə normalda ölkələrdə adam tutulmamalıdır. Və bir baş redaktor heç tutulmamalıdır. Mən Vüqar Tofiqoğlu işinin Ramiz Mehdiyevə bağlanma prosedurunun qarşısında şokdayım. İndi yazıbsınız, yazıblar Əvəzeynaldan sensasyon açıqlamalar. Əslində elə ölkənin hər günü sensasyondur. Hər hadisə sensasyondur. Ən böyük sensasiya Vüqar Tofiqoğlu'nun aparılıb Ramiz Mehdiyevə bağlanma cəhdidir. Təqdimatda çox açıq şəkildə yazır. Adını Əzrail yadından çıxarsın. İstintaqın müstəntiqin təqdimatını mən keçən dəfə təqdim eləyəndə orada o yazmışdı. Yəni, Ramiz Mehdiyevə cinayət işi açılıb 13 oktyabr 2025-ci ildə. O cinayət işinlə bağlı istintaq hərəkətləri gedir. Və birdən-birə Vüqar Tofiqoğlu'na keçid olur. Yəni, nə əlaqəsi? Ramiz Mehdiyevlə Vüqar Tofiqoğlu'nun nə əlaqəsi? Vüqar Tofiqoğlu ümumiyyətlə niyə Ramiz Mehdiyevə bağlanmalıdır? İndi bunun bağlamanın bir müəyyən bir yəqin ki, prosedurların üzərində işləyirlər. Mən təqdimatdan xeyli şoka düşdüm. Çünki təqdimat iki şirkətin iddialarının əsasında yazılmışdı. Müstəntiq elə qeyd edib. Bir Azərlotereya ASC, bir də Veysaloğlu şirkətlər qrup. Və qəribədir ki, sensasiya işin orasındadır ki, əziz tamaşaçılar, yəni işin cilvəsi oradadır ki, bu şirkətlərlə Vüqar Tofiqoğlu müqavilə bağlayıb, reklam müqaviləsi bağlayıb. İndi bu şirkətlər durub Vüqar Tofiqoğlu'nun əleyhinə çıxış edirlər ki, bəs bu bizə hədə qorxu gəlir. Yəni, müqavilə bağlayan adam, müqavilə bağlanılan şirkətə necə hədə qorxu gələ bilər? Şirkətlər elə küçədən gedən uşaqlardır, nədir? İndi mənə biraz bundan öncə bir xanımın bir videosu gəldi, Billurə xanım, orada danışıb, məsələ Evropeyn Tabakko, nə bilim nə, bizim tütün fabrikində, bu tütün fabrikinin adı dəyişib. Əvvəlcə Evropeyn imiş, indi nə bilim nə peyindir. Adı dəyişib və bunlar da səhmdardırlar. Bunlara 7 qəpik, 6 qəpikdən hesablayıb səhm verirlər. Ümumiyyətlə də heç nə də ortada yoxdur. Yəni, səhmdarlar belə şirkətlərə yaxın düşə bilmir.
şirkətlərdən öz haqqını tələb eləyə bilmir. Dünyanın harasıdır ki, Vüqar Tofiqoğlu gedə Azər Lotereya adlı bir 7 başlı əjdahaya hədə qorxu gələ və o 7 başlı əjdaha da Vüqarın qorxusundan mən səndən qorxdum, gəl mən sənə ayda 200 manat verim. Bu da 24 saat, 24 ay davam edir, 2 il. Bu 24 aydan sonra da adamın birdən-birə ağlına gələr ki, ayda sən demə bu hədə qorxudur, bu gedə Vüqar həbs olunandan sonra. Nədənsə də bu hadisələrin hamısı adamlar həbs olunandan sonra baş verir, əziz tamaşaçılar. Ölkənin bu reallığını dəyişmək lazımdır. Həbs olunana qədər dostsan, həbs olunan günü yoxsan. Elə mi olur? İndi mən dostlarla da maraqlanıram, Vüqarın işinlə də, vəkillərlə də əlaqə saxlayıram. Yəni, çox üzücü bir hadisədir. Məsələ, Vüqarın günlərdə, deyəsən, dünən azadlığa buraxılması üçün ev tutaqlığa məhkəmə olur. Mən Facebook'dayım, sosial şəbəkələrdəyim, saytlara baxıram. Rastlamadım. Heç bir yerdə rastlamadım ki, Vüqarın ev tutaqlığı məsələsi müzakirə olunur. Və yaxud da ki, onun bir xəbərinə rastlamadım. Yəni, bütün bu məsələlərin hamısını seyr eləmək insanı üzür, əziz tamaşaçılar. Böyük bir internet televiziyasının, Hürriyyət qəzetinin, hətta məncə bu şəbəkəyə Futbol Plus da daxildir. Hürriyyət media qrupunun sahibi həbs olunur. Onun haqqında informasiya verəcək resurslar yoxdur. Hardan hara gəldi Azərbaycan mətbuat, deyilmi? Mən düşünürdüm ki, Vüqar Tofiqoğlu'nun efirində saat 4-də Hürriyyət TV-də saatlarla, günlərlə yayınlar gedəcək. Sağ olsun Azərbaycan mediasının dəyərli imzaları. Mən həbs olunanda mən əvvəl Zeynallıyam layihəsi ətrafında çoxlu dostlarımız gəlib. Hatırlayıblar, dəstək veriblər. Bu DTX-da saxlanıldığım mərhələdə oldu. O dəstəklərin hamısı mən DTX-dan çıxandan sonra sanki dayandırıldı. Yəni, demək istədiyim odur ki, indi bizim həbs olunan Vüqar Tofiqoğlu haqqında bu dərəcədə susqunluq narahat edir. O, Hitlerin dövründə nasist Almaniyasında bir tarixi misal var. Gəlirlər, solcuların qapısını döyürlər, bir aparırlar solcuları. Qonşusu deyirək, şu solcudur, mən sağcıyam, mən nəyimə lazımdır. Sonra gəlirlər, liberallar aparırlar, sonra gəlirlər, kəndçilər aparırlar, sonra gəlirlər. Artıq özlərinə gəlib çatanda, qonşuya özünə gəlib çatanda bir baxır, istəyir ki, səs sala, görür ki, heç kim yoxdur artıq. Yəni, biz Azərbaycan mətbuatını hardan hara gətirdik?